Sizce bir insan ne üçün video oyunları oynayır? Bu suala heç özünüzə vermisinizmi? Böyük ehtimal xeyr verməmisiz ya da cavabınız yəqin ki əylənmək və biraz vaxt keçirmək olub. Ancaq sizdən bu sualı özünüzə ciddi verməyinizi istəyirəm. Oyun oynamaq hər nə qədər əylənmək, zaman keçirmək üçün olsa belə, bu mövzunun arxasında böyük bir reallıq var. Hətta bunun haqqında fəlsəfi və psixoloji olaraq bir çox araşdırmalar edildiyini gözdən qaçırmamaq lazımdır. Hər birinizin oyun oynadığını sevdiyini bilirəm. Mən də sevirəm, ancaq çox vaxt bu suala tam ətraflı cavab verməkdən qaçmışıq. Bu gün isə sizinlə birlikdə niyə oyun oynadığımızı daha aydın formada müzakirə edəcəyik. Hazırsınız, mən Emin Hüseyin və videomuza başlayaq. Hər birimiz oyun oynamağı çox sevirik. Söhbət sadəcə video oyunlarından yox, eləcə də stol üstü, fiziki olaraq oynadığımız oyunlardan da gedir. Ən sadə şəkildə basketbol, futbol, şahmat və s. Bu oyunları fiziki və yaxud zehni olaraq bir efor sərf edirik. Nəticədə bizim üçün çox müsbət təsirləri olur. Basketbol oynamaq boyunuzu, şahmat isə beyninizi inkişaf etdirir. Yaxşı, bəs video oyunlar? Onların da bizə bu kimi müsbət təsirləri ola bilər. Video oyunlar həqiqətən ailəmizin dediyi qədər zərərlidirmi? Oyunların sadəcə uşaqlar üçün olduğu düşünülə bilər. Amma aparılmış araşdırmalar onu göstərir ki, oyun oynayanların 66%-i yetkin insanlardır. Yəni hər nə qədər 18 yaşın altında olan şəxslər çox oyun oynasa belə, 18 yaşın üzərindəki yetkin şəxslər də bir o qədər çox oyun oynayır. Hər kəsin əylənmək üçün oynadığı barizdir. Yaxşı, bəs əylənəcək digər o qədər şey var ikən, nə üçün oyunlar? Əvvəlcə mövzu ilə bağlı bir faktı nəzərinizə çatdırmaq istəyirəm ki, yetkin insanların bir qismi oyunları əylənməklə yanaşı sırf stres atmaq məqsədi ilə oynayır. Sırf əgər stres atmaq istəyirsinizsə, şəkərləri partlatdığımız bu tip oyunları oynaya bilərsiniz. Bu kimi oyunlardan fərqli olaraq film tərzində hekayəsi olub, çox incə detalları ilə oyunun realizmini artıran oyunlar da var. Bəzi insanlar isə şəhərə çıxıb fərqli məşğuliyyətlər üçün biraz çox pul xərcləməli olduğunu düşünüb, həmin pulu oyunlara xərcləyərəm deyib 50-60 saatlıq bir əyləncəyə sahib olur. Red Dead Redemption oynayırsınızsa, onların saatını deməyə ehtiyac yoxdur. Bəzi insanlar isə oyunları real dünyadan uzaqlaşıb öz dünyalarını çəkilmək üçün oynayır. Real həyatda üzləşdiyimiz çətinliklər bəzən bizi o qədər yorur ki, bir müddətlik bu problemlərdən uzaqlaşmaq istəyirik. Oyunlar da bizə məhz bunu təklif edir. İstədiyimiz şəkildə davranır, qərarlar veririk. Əgər səhv qərar versək belə, bu bizi real həyatda olduğu qədər incitmir. Bir missiyanı yanlış etdiyimiz vaxt təkrardan o missiyanı başlada bilərik. Oyunun bizə verdiyi bu azadlıq hissi isə bir çox insana rahatlıq gətirir. Digər bir maraqlı məqam isə oyunların bizə bir növ məqsəd verməsidir. Bəzən real həyatda özümüzü məqsədsiz və boş hiss etdiyimiz zamanlar olur. Ancaq oyunlar bizə missiyalar, məqsədlər təqdim edir və bu məqsədlərə çatmaq üçün bizi motivasiya edir. Məsələn, bir oyunda səviyyə atlamaq, bir tapşırığı yerinə yetirmək və ya rəqibi məğlub etmək kimi. Bu kimi məqsədlər beynimizdə mükafat dövrəsini hərəkətə gətirir. Dopamin adlı hormon ifraz olunur və bu da bizə xoş hisslər yaşadır. Bu hiss isə bizi yenidən və yenidən oyun oynamağa təşviq edir. Əslində bu dopaminin balansını oyun oynayaraq pozduğumuz üçün oyunları həyatımızın tam mərkəzinə qoymamaq lazımdır. Oyunlar həmçinin sosial əlaqələr üçün də bir vasitəyə çevrilib. Xüsusilə onlayn oyunlar sayəsində biz dünyanın müxtəlif yerlərindən olan insanlarla tanış ola, dostluq əlaqələri qura bilərik. Bəzən bu dostluqlar real həyatda qurduğumuz dostluqlardan belə daha dərin və mənalı olur. Komanda şəklində oynamaq, birlikdə qalib gəlmək, bir-birinə dəstək olmaq kimi faktorlar sosial bacarıqlarımızın inkişafına da təsir edir. Əlbəttə oyunların zərərləri də var. Hər şeydə olduğu kimi balans vacibdir. Uzun saatlar ərzində fasiləsiz oyun oynamaq, sosial həyatdan uzaqlaşmaq, məsuliyyətləri unutmaq kimi mənfi hallara yol açır. Buna görə də oyun oynayarkən özümüzü və vaxtımızı düzgün idarə etməyi öyrənməliyik. Oyunlar həyatımızın mərkəzi deyil, ancaq həyatımıza rəng qatan, bəzən bizi real həyatdan qoparıb fərqli dünyalara aparan bir vasitə ola bilər. Oyun oynamaq, fokuslanmaq problemi, obezlik kimi bir çox zərərli yanı olmağına baxmayaraq, bir çox faydalı yanlar da var. Oyun oynayan şəxslərdə düzgün və sürətli qərar vermək, yenilikçi düşünmək kimi bir çox müsbət xüsusiyyətlərin olduğu müşahidə olunub. Bu məlumatların internetdə doğruluğunu təsdiqləyən bir çox mənbə var. Əgər istəsəniz baxa bilərsiniz. Yəni bunları özümdən demirəm. Eyni zamanda video oyunlar bəzi peşə bacarıqlarının inkişafında da rol oynayır. Məsələn, strateji düşünmə, koordinasiya, problem həll etmə və liderlik kimi qabiliyyətlər bir çox oyun növündə ön plandadır. Bu isə o deməkdir ki, əgər oyunları doğru şəkildə istifadə etsək, bu sahələrdə inkişaf edə bilərik. Bu hər nə qədər doğrudur bilmirəm, hətta bəzi şirkətlər işə qəbul zamanı oyun təcrübəsinə belə nəzər yetirir. Böyük ehtimal ki, bu Azərbaycandan kənarda baş verir. Xüsusilə komandada işləmə bacarığı, çevik düşüncə və stres altında qərar vermə kimi meyarlar vacib olduğuna görə oyun təcrübəsi bir üstünlüyə çevrilə bilər. Digər bir məqam isə oyunların tədris sahəsində istifadə olunmasıdır.
Game fiction, yəni oyunlaşdırma adlı metod bir çox təhsil mühitində tətbiq olunur. Bunu tam olaraq Azərbaycana şamil eləmək olmaz, amma inşallah zamanla bu da bizdə inkişaf edər. Əlbəttə bütün bu deyilənlər oyunların zərərsiz olduğu anlamına gəlmir. Burada əsas məsələ hər şeyi normasında etməkdir. Qısaca oyunların həm zərərli, həm də yaxşı yanları var. Sadəcə özünüzü doğru şəkildə limitləsəniz hər şey qaydasında olar. Bəs sizin bugünə qədər ən sevdiyiniz oyun hansı olub? Cavablarınızı şərhlərə yazmağı unutmayın. Həmçinin canlı yayımlarda mənimlə birlikdə söhbət etmək, oyun oynamaq və ən əsası gözəl zaman keçirmək üçün açıqlamadakı linkdən Kick kanalıma abunə ola bilərsiniz. Ki əgər yoxdursa bir zəhmət telefonunuza yükləsəniz sevinərəm. İzlədiyiniz üçün hər birinizə təşəkkürlər. Bir sonraki videoda görüşmək ümidi ilə. Hələlik.